Bəzən görürsən ki, heç tamamilə mənim üçün əhəmiyyəti olmayan bir adamın rəyi də məni düşündürə bilər, ya oyandıra bilər. Sovet dövründə ingilis dili bu qədər aktual deyildi. Siz hardan bu qərara gəldiniz? Siz Bilmirəm, necə gələcəyi gördünüz? Bilirsiniz, yox, mən sadəcə marağım vardı, alınırdı məndə. Tez götürürəm dilləri. Deyək ki, bax 40 ilə 60-70 yaş arasında mütəxəssislər arasında üç dillilər az deyil. Onun dərslərini mənə məsləhət gördülər ki, siz onun dərslərinə gidin. Mən ifaçı deyirəm. Mən sadəcə qırağda oturub baxırdım ki, o necə dərs deyir. O nələrdə o düzəliş eləyir, tələbələrin hansı şeyinə narazıdır və s. O vaxtı nazir müavini Fərəh Şikinskaya çox mənim üçün o birisiz örnək oldu ki, sən gərək sonra mən o barədə oxudum, hətta bir müəllif var, onun mühazirələri də var, kitab da var. Deyir, yox eşitməkdən qorxmayın. Yəni hər bir qapını döyün ki, o bəlkə də açıldı. 30+ podkastın bugünkü mötəbər qonağı Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müşaviri, əməkdar incəsənət xadimi Cahangir bəy Səlimxanovdur. Çox hörmət elədiyim şəxsdir. Həm dünya görüşünə, həm biliklərinə, həm də ki, çox türklər demiş mütəvəzi insandır, təvəzzökar insandır və əminəm ki, çox sərbəst, səmimi söhbətimiz olacaq. Cahangir müəllim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Öncə sizin 30 yaşdan əvvəlki vaxtınızla tanış olmaq istəyərdim. Çünki indiki Cahangir Səlimxanovu çox adam tanıyır. Hətta mədəniyyət sahəsini insanları daha gözəl tanıyır. Bilirsiniz, maraqlıdır. Mən indi sualı verirsiniz, mən çevirirəm bütün həyatımı geriyə və deyərdim ki, böyük dəyişiklik baş vermədi daxildən. Bir vaxt öz yazılarımı, arxivimi araşdıranda, öz tələbəlik illərində kurs işini baxdım. Gördüm ki, hə, sən demə, necə ağıllı oğlan imiş. Sən demə, insanın, onda mən dərk elədim ki, alimlər deyir ki, insanın ağlı artmır illərlə. Yalnız təcrübə artır, həyat təcrübəsi üst-üstə. Baxış nöqtəm təxminən eyni qalır. Bəlkə də ona görə ki, mən ailəm elə mədəniyyət sahəsindəndir. Babalarım da ziyalı olub, biri şair olub, biri hələ gənclikdə deməli, həvəskar teatr aktyoru olub və s. Hamısı oxumuş olub, dillər bilib və s. Ona görə valideynlərim musiqiçi olub. Bu da hardasa mənim taleyimi demək olar ki, formalaşdırıb. Mən yadımdadır ki, mən o vaxt hələ 10 illik idi məktəb, amma mən Bülbül adına 11 illik məktəbi bitirmək astanasında valideynlərim çağırdılar mənə ki, səninlə ciddi söhbətimiz var. Birdən sonra səndə ömür boyu belə bir niskil qalar ki, mən valideynlərimin deyək ki, sözündən çıxmamaq üçün musiqiçi oldum, musiqişünaslığa mən hazırlaşırdım konservatoriya. Dedilər, hələ gec deyil. Başqa nə sənət seçirsənsə, bizə yəni geri baxıb seçim etmə. Biz hazırıq, sənə dəstək oluruq, lazımdır müəllim tutaq, nə bilim, neynəyək. Yəni da o vaxtda da hazırıq. Hətta o dövrdə belə demokratik valideynlərə sahib idiniz. Görürsünüz, deməli, mənim doğrudan da baxdım gətirib o mənada. Amma sizin sualınıza bu 30 yaş tarixin hələ o çox dramatik dövrünə düşür. Yəni, mən 59-cu il təvəllüdəm və 89-cu ildə bilirsiniz ki, Berlin divarı çöktü. SSR çökmək üzrə idi 90-cı ilin axırında və o vaxtlar çox, deməli, birdən-birə bizə tamamilə yeni imkanlar açıldı və yeni qayğılar, təhdidlər gəldi hər tərəfdən. Çünki iş itirmək qorxusu vardı, nə bilim, qazanc itirmək. Çox adam bilirsiniz ki, nə qədər, həm də ki, məsələn, ola bilsin ki, yanlış perspektivlər ki, nə bilim, bilirsiniz ki, birdən-birə biznesa qoşulmaq və s. Yəni, mənim həm yaşlılarım çoxları depressiyaya uğradı, çünki özlərini tapa bilmədilər. Bir həyata hazırlaşırlar, tamamilə başqa həyat başladı. Mən ona görə yadıma salarım ki, o vaxtlar mənim üçün doğrudan da çox belə ilham verici bir dövr idi ki, özümüzü bir yenidən sınayaq. Məsələn, mən heç bilmirdim ki, mən ingilis dilini nəyə görə belə necə deyiləm, öyrənirəm. Harada mənə gəri olacaq? O sualı mən sizə elə indidən verim. Burada qeyd eləmişəm. Mənim özümü maraqlandırdı ki, sizin nəsil deyəcəm, hətta bizim nəsildə, mən də 43 yaşım olacaq, az yaşım yoxdur. Sovet dövründə ingilis dili bu qədər aktual deyildi. Siz hardan bu qərara gəldiniz? Siz necə gələcəyi gördünüz? Bilirsiniz, yox, mən sadəcə marağım vardı, alınırdı məndə. Tez götürürəm dilləri.
Mən Bakı Musiqi Akademiyasını bitirmişəm də. Orada mən yadımdadır ki, bizdə deyirlər valyuta jurnalları, yəni valyuta ilə alınan orada musiqi şünaslığa aid bir neçə jurnal vardı və o da ortalıqda deyildi. Amma mən gördüm ki, bir tələbə var, yalnız bir tələbə gəlir oxuyur. İndi də elə bizim həmkarımızdır Alla Bayramova, Musiqi Mədəniyyəti Muzeyinin müdirəsi. Baxmayaraq ki, çox məhdudiyyətlər var idi. Ədəbiyyat tapılmırdı. Bir xarici görəndə böyük bir hadisə idi ki, biz o ilə görürsən, mən ona bir söz desəm, o mənə başa düşəcək ki, mən o ilə ingiliscə danışıram. Amma görürsünüz, belə oldu ki, ilk xaricə səfərim elə 29 yaşında mən ilk dəfə yadıma gəlir ki, mənim ad günüm Qatarda idi, Qatarda keçdi, Moskva, Varşava. Və mən elə ilk mənim səfərim turist səfəri deyildi. Çünki mən SSR-nin, o vaxt hələ SSR formal olaraq vardı və İlk dəfə deməli Polşanın Bəstəkarlar İttifaqı ilə yenidən bunlar başladılar əlaqə qurmağa. Çünki Polşa həmişə qərbə yönəlik idi. Polşada biz bilirdik ki, ən müasir avangard musiqi, qərbdən gələn bütün cəryanlar orada nümayiş olunurdu. Çox məşhur olan Varşava payızı, Varşavska Yesen festivalı keçirilirdi ki, orada SSR-də onlar qadağa olunmuş, adları çəkilməyən bəstəkarlar orada öz əsərlərini göstərirdi. Mən də o şeylərlə maraqlanırdım deyə. Görün təsadüf necə oldu ki, 88-ci ildə birdən hələ o vaxtda özdə teleqramma ilə, deməli Bəstəkarlar İttifaqına Bakıya teleqramma gəldi ki, Cahangir Səlimxanov o dəstədə, yəni 4 bəstəkar idi, 5-ci də bir nəfər musiqişünas olmalı idi. Dedilər ki, biz lazım bilirik ki, Moskvadan yox, Bakıdan Səlimxanov getsin. Nəyə görə? Çünki artıq Rusiyada da, Moskvada tədbirlərdə görmüşlər ki, mən müasir musiqidən başım çıxır. Ona görə polyakların qarşısına qoymaq üçün, üzr istəyirəm, biraz təvazökarlığında peşəkar məqsədlə göndərilmişəm və ondan sonra da dünyanın demək olar ki, 60-a yaxın ölkəsində olmuşam. Turist kimi mən bəlkə 1 ya 2 dəfə cəmi. Mədəniyyət sahəsinin insanları, ümumiyyətlə aktyorlar, müğənnilər, siz də yəqin müşahidə eləmisiniz, təkcə bizdə deyil, bütün dünyada biraz tamaşaçı sevgisi ilə ərköyünləşmiş olurlar, həm də azad ruhludular. Bəzən, yəni, bəzi narazılıqlarında subyektiv ola bilirlər və biraz kütlələrinə güvənirlər. Bu mövzuda mən hiss edirəm ki, Mədəniyyət Nazirinin çıxılmaz vəziyyətə qaldığı situasiyalar olur və toplum, cəmiyyət onların fikrini həqiqət kimi qəbul edir, ümumi bir həqiqət kimi qəbul edir. Halbuki biz də müşahidə edirik bu sahənin adamları, mən də televiziya sahəsindən olduğum üçün mədəniyyət adamlarını çox yaxşı tanıyıram, musiqiçiləri, aktyorları. Bəzən özümüz görürük ki, öz aramızda ki, iradların çoxsa haqlı olmur, amma cəmiyyət, tamaşaçı, onların kütləsi onları haqlı hesab edir. Amma mən müşahidə elədiyim bir cəhət var Mədəniyyət Nazirliyinin, hətta deyim indiki dövrdə çox kompromisə meyillidir, çox demokratik yanaşır, bütün fikirləri eşidir. Bu balansı necə saxlamaq olur? Əvvəla gərək insanlara doğrudan da həssas yanaşasan və bizim nazirimiz də hörmətli Adil Kərimli bunu deyir ki, bu naziri idarə eləmək deyir, həddindən artıq çətindir. Çünki hamı kövrəkdir, hamı həssasdır. Mən hələ 20 yaşım olandan Bəstəkarlar İttifaqındakı çalışırdım, oranın məsləhətçisi vəzifəsində. Mən görürdüm ki, hər bir bəstəkar gəlir, nədənsə narazıdır ki, ona qarşı nə bilim, nəyisə düzgün yanaşma olmayıb. Belə bu həssaslıq həmişə güdülməlidir. Ona görə bu bizim gündəlik işimizdir, biz bilirik. Bir də görürsən ki, kimsə xəstələnib, biz xəbər tutmamışıq, deyirlər, niyə görə biganəlikdir, bir zəng vurmamışsınız. Biz heç axı bütün günümüz axı ancaq bu işlərlə, işlərə həsr olmaq bilir. Amma ki, heç vaxt qelə eləmirik. Lazımdırsa biz başqa işlərimizə atıb bu işlərlə məşğul oluruq. Xəstələrin dadına çatırıq. Nə bilim, kimin yubileyidir, kimin sərgisidir. Görürsünüz ki, mən məsələn öz payıma deyirəm, bir də görürsünüz ki, mənim keçmiş tələbələrim, ya heç mən ömründə 3 dəfə görmüş bir aktyor, ya rəssam, ya bəstəkar öz tədbirinə dəvət eləyir. Mən çalışıram, çox yorğun da olsam işdən sonra ona gedim bir rəy bildirim, məsləhət verim. Bu doğrudan da bu bizim işimizin bir hissəsidir, vacibdir. Həm də ki biz bilməliyik doğrudan da kim, çünki kimlərlə işləyirsiniz onu bilirsiniz. Biz insanlarla işləyirik. Bunlar da hərəsi bir yəni
yaradıcı insanlar bizim üçün dəyərdir. Yəni ki, onların Onlar da kövrək olur, əhvalı gərək yaxşı olsun ki, bizim də işimiz yaxşı getsin. Cahangir Səlimxanov hazırda Mədəniyyət Nazirinin müşaviridir. Amma mən daha çox münsif kimi tanımışam. Mən bilmək istəyirəm ki, bəs həyatını münsif rolunda keçirən insan özü kimin rəyinə etibar eləyir bu həyatda? Deyək ki, tam kiminsə rəyinə oturub dururam, belə adam mən bilmirəm. Bəlkə mənim vaxtilə valideynlərim olub, amma o yenə də hələ uşaq olanda da mənə nəsə deyəndə mən onu da araşdırdım ki, bu düz deyir görəsən, ya bəlkə hirslidir indi ona görə. Həddindən artıq tələbkardır mənə qarşı. Çalışırdım bunu da özüm bir saf çörük eləyim. Amma müxtəlif adamların, bəzən görürsən ki, tamamilə mənim üçün əhəmiyyəti olmayan bir adamın rəyi də məni düşündürə bilər, ya oyandıra bilər ki, hansısa mən başqa istiqamətə gedirəm. Mən çalışıram, dəyərləndirim hər bir fikri. Amma konkret belə mənim üçün ki, keçilməz bir avtoritet kimsə olsun, olmayıb. Mənə çox vaxt deyirlər, siz çox tələbkarsınız başqalarına qarşı. Hər kəsə mən indi gedib belə sağa-sola məsləhət vermirəm, ya da ki, irad tutmuram ki, məndən gərək soruşsunlar ki, bu necədir ki, mən onda öz rəyimi bildirim. Yəni, mən deyirəm ki, ilk növbədə mən özümə qarşı tələbkaram, sonra da başqalarına. Belə adam var ki, bəlkə heç mənim rəyim onun üçün vacibdir. Çoxları əlbəttə ki, mən hamıya, necə deyirlər, münsif kəsilə bilmərəm. Amma bir çox beynəlxalq mədəniyyət sahəsində, beynəlxalq məsələn, müsabiqələrdə, grant müsabiqələrində, layihə müsabiqələrində və s. mən münsif olmuşam. Məsələn, sizə deyim ki, 2000 neçənci il idi, 6-cı, 7-ci il, o vaxtlar. Deməli, mən İngiltərədə Creative Clusters, yəni ki, şəhərlərin mədəni inkişafına aid olan ki, yəni bu cluster şəklində olmalıdır ki, bir neçə mədəni deyək ki, qurum bir yerdə olanda ona cluster deyirlər. O konfransda mən Newcastle şəhərində çıxış elədim və sonra gördüm, mənə gələn il dəvət elədilər, Londonda növbəti konfrans keçirilməli idi. Mən heç İngiltərəyə getmədən elə internet vasitəsilə birdən-birə, nə bilim, 100 ərizə ki, o konfransda iştirak, onlardan 40-ı seçilməlidir. Mən də ora rəy verirdim. Belə, məsələn, mən bir dəfə tutaq ki, Ümumrusiya mədəni layihələr müsabiqəsi idi. Başqa münsiflər hamısı Rusiyadandır, bir də mən idim. Sonra hətta mənə o honorarı köçürəndə dedilər ki, biz heç bilmirdik ki, bizim onu xaricə göndərməliydik. Dedim, bəli, mən Azərbaycanda yaşayıram. Sonra mənim məsələn çox qismət oldu, çox mən xoşbəxtəm ki, 6 il mən Avropada ilin muzeyi, belə bir mükafat var. Özdə oturuşmuş bir mükafatdır. Bu 70-ci illərdən artıq 40 il deməli bu təqdim olunur. Sonra onlar özləri dedilər ki, bizim üçün maraqlı idi ki, burada bütün münsiflər Avropanın müxtəlif ölkələrinə, hamısı muzey sahəsində bilavasitə fəaliyyətdə olanlardır. Amma bizə bir nəfər də lazımdır ki, daha geniş baxışı olsun, mədəniyyətin hər bir tərəfindən xəbəri olsun. Yəni ki, sizin rəyiniz bizim üçün vacibdir. Və mən orada 3 il yox, 6 il, yəni 2 müddət mən orada çalışdım və demək olar ki, bu vəsilə ilə mən Norveçdən Portuqaliyaya qədər və hətta Portuqaliyanın ərazisi sayılan Azor adaları Atlantik okeanın tən ortasındadır. Amerikaya yarı yolda, orada uçmuşam. Orada da muzeyi müşahidə edib ona qiymət. Dünyanın hər nöqtəsində münsif olmusunuz. Yox, bu mənim əlbəttə ki, gördüyüm işlərin bir tərəfi. Taleyinizdir biraz da. Yox, mən bunu əsas bir şey kimi götürmürəm. Mənim ayrı tərəflərim də var. Cahangir müəllim, bəs muğama olan sevginiz, yəni sizi belə qərb yönümlü görürük, daha çox qərb ölkələrində olmuşsunuz, başqa ölkələrin mədəniyyətlərində, amma muğama olan sevginiz hardan yaranıb? Deyimsə, əvvəla mən muğamla həmişə maraqlanmışam, çalışmışam dərindən, maraqlanım. Özdə onun təkcə musiqi kimi yox, həm də bir fəlsəfənin daşıyıcısı, yəni dünya baxışı daşıyıcısı kimi. Ona görə çalışmışam ki, mən hətta bu ilə məşğul olanda mən dedim ki, mən gərək fəlsəfə ilə də məşğul olum. Məsələn, zaman anlayışı, məfhumu bu muğamda özünü necə ifadə edir? Çünki sən elə bil ki, zaman müxtəlif konstruksiyalarda bizim qarşımıza çıxa bilir və muğamın içində sən demə bir neçə, həm bu bir dairəvi,
həm elə bil ki, nöqtələrdən ibarət, həm bir xətt ki, hansısa nöqtədən o birisine çatsın. Yəni bunların hamısını istəsəm muğamda tapa bilərəm. Mən bu məftun elədim. Məqam sözü bəlkə də o zamanla əlaqəsi var. Ola bilər, amma yəni ki, bu çox erkən, mən hələ tələbə ikən muğamın vurğunuydum. Mərhum Nəriman Əliyev, belə bir xanəndə muğam bilicisi, əsl muğam bilicisi, onun dərslərini mənə məsləhət gördülər ki, siz onun dərslərinə, mən ifaçı deyirəm, mən sadəcə qıraqda oturub baxırdım ki, o necə dərs deyir, nələrdə o düzəliş eləyir, tələbələrin hansı şeyinə narazıdır və s. Sonra mərhum bu yaxınlarda biz itirdik, o dahi ustadı Arif Babayev, onun yenə də Bakı Musiqi Akademiyasında mən icazəsini aldım, onun dərslərinə gedirdim. Sonra belə gətirdi ki, bu yollar başladı açılmaq. Mən ki, artıq o vaxt hələ ki, internet, yəni biz bilirdik ki, belə anlayış var, amma əlimiz çatmırdı. E-mail hələ yox idi, nə bilim, faks təzə ki girirdi. Yəni 90-cı illərin əvvəllərində mən təsadüfən Hollandiyada bir festivalın haqqında hansısa bir informasiya mənə düşdü ki, insan səsinə həsr olunmuş bir festival və orada mən baxdım ki, müasir musiqidən daha çox nümunələr orada verilirdi, eksperimentlər və s. Bir proqramın adı, görürsünüz, birdən bəzən belə olur ki, bir təsadüfdən sən gərək sətir oxumayasan, sətirlərin arasında da oxuya bilərsən. Məsələn, bax, bu mənim həyatımda belə misallar çoxdur, amma bu biri. Gördüm ki, orada proqram da yazılıb ki, dünya səs panoraması və orada müxtəlif qeyri-adi oxuma tərzlərini bir araya bir konsert proqramına gətirirlər. Mən məsələn o vaxtda heç belə rahat deyildi ki, götürüb ora bir e-mail ya Instagramla şey yazasan, mesaj yazasan. Mən oturdum əməlli başlı onlara faksla. Yazdım ki, bir halda ki, siz müxtəlif mədəniyyətlərin belə də səs ənənələrini göstərirsiniz, bizdə də Azərbaycan muğam. Mən möcüzə idi. Bir də gördüm, faksla mənə cavab gəldi. Mən gəzib hamıya göstərdim o Bakı İncəsənət Mərkəzində. Onda təzə qurmuşlar faksı. Heç bilmirdik nə üçündür. Dedim, bu xeyrini gördük. Görürsünüz, mənə Hollandiyadan cavab gəlib. Hamıya göstərdim ki, baxın, yazdılar ki, biz sizi dəvət eləyirik musiqiçilərlə. Çıxış eləyəsiniz. Yox, əvvəl yazdılar ki, siz bizə nümunə göndərə bilərsiniz. Mən də hardan o vaxt internetlə ötürə bilmirdim. Yadıma düşdü ki, Hollandiyada tanış, deməli, mən onlara bağışlamışdım. O böyük hələ qramofon valı, o qaravallar var deyə. Mən zəng verdim Rotterdamdakı o tanışma türk oğlana. Dedim ki, sənə mən o hədiyyə elədiyim o plak deyilir də. Plak türklər deyir. O plakı bir ora bırakar mısın? O Rotterdamdakı festivalın ofisinə. Dedi, başladı. Mən sənə sonra onun bir nüsxəsini də göndərərəm, ya görüşəndə gətirəm. Belə alındı, o qulaslar dedilər ki, gətirin. Deməli, bizim indi çox tanınmış professorlar, xalq artistləridir. Fəxrəddin Dadaşov, Möhlət Müslümov və xanəndə Zahid Quliyev. Bunlar onda bir möcüzə idi, ondan başlandı. Dünyanın xəritəsinə baxsan, Bangkokdan, yəni Taylanddan bu yana Vancouver'a qədər muğam konsertləri mən vaxtilə təşkil eləmişəm. Və hətta Hollandiyada sonra bir disk buraxdınız deyəsən. Bəli, 5 adda deməli Azərbaycan ənənəvi musiqisi antologiyası. Belə bir şey biz nail olduq buna. O vaxtlar üçün möcüzə idi. İndi də mən sizə deyim, bunu eləyən çox adam yoxdur. Amma ki, o vaxtda biz bunu eləyə bildik. Yəni özdə indi bunu Mədəniyyət Nazirliyi səviyyəsində eləyiriksə, siz o vaxt bunu tək şəxsi təşəbbüslə eləyirdiniz. Yox idi. Mən yadıma gəlir, məsələn, 93-cü ildir. Mən Avstriya dəvət eləyiblər. Müasir Azərbaycan musiqisi haqqında mühazirə oxumağa. Amma deyirlər ki, yol xərcini biz ödəyə bilmirik. Qalan xərcləri bizə ödəyirik. Mən onda gəldim Mədəniyyət Nazirliyinə 93-cü ildə. Çox çətin vaxt idi. Hələ bilirsiniz də belə. Müharibə dövrü. Müharibə dövrü. Ulu öndər hələ təzə gəlmişdi deyəsən. İyun ayı, çünki mən iyulda artıq Avstriyadaydım. Yəni ki, heç xəzinədə pul yox, nə heç bir şey. O vaxtı nazir müavini Fərəh Şikinskaya çox mənim üçün o birisiz örnək oldu ki, sən gərək sonra mən o barədə oxudum, hətta bir
bir müəllif var, onun mühazirələri də var, kitab da var. Deyir, yox eşitməkdən qorxmayın. Yəni hər bir qapını döyün ki, o bəlkə də açıldı. Siz deməyin bu başdan ki, yox, bu açılası qapı deyil. O dedi mənə ki, əyləş deyir, mən indi götürdü o deməli inzibatı, o hökumət telefonunu, kitabçaları var da, nömrələrini, heç tanımadığı adamlara başladı zəng vurmağa ki, mən Mədəniyyət Nazirinin müaviniyəm, bizdə bizim musiqişünas belə, biz blokad, doğrudan da o vaxt informasiya blokadasındayıq, bəs onu göndərilməyək. Amma o saat deyin, ya hə, ya yox. Yəni ki, uzun-uzadı lazımdır. Mən dedim, bu cürə ilə bu necə mənim üçün nəsə tapacaq? Hardasa indi ürəyimdə fikirləşdim ki, bu indi nəzakət xətrinə bu xanım göstərmək istəyir ki, mən sənin üçün nəsə eləyirəm də, belə bir. Amma bunun nəticəsi olmayacaq. Sonra mən 4-cü zəngdə ona yox deyəndə dedim ki, bəlkə mən utanıram ki, mənə görə sizə, deyir ki, yox, otur, indi tapacaq. Doğrudan da 5-ci zəngdə. Ona dedilər ki, çox gözəl nümunə verdinsən, motivasiya oldu. Yox eşitməkdən qorxmayın. Həm də Mədəniyyət Nazirinin o vaxtki müavinini də bu tərəfdən tanımış olduq. Bu da tarixi fakt kimi. Allah rəhmət eləsin Fərəx xanıma. Onda mənə dəstək oldu və mən doğrudan da getdim Avstriyaya. Cahangir müəllim, elə ingilis dili mövzusuna gəlsək, bu günləri mən dövlət qurumlarında, agentliklərdə, nazirliklərdə çox müşahidə edirəm. İngilis dilində bilən insanların çoxluğu, belə sərbəst ana dilində danışan, onlardan biri də sizsiniz təbii ki. Bu məni çox qürurlandırır, hətta özümün üzərimdə də işləməyə vadar eləyir ki, sən çox geridə qalırsan da, mən də orta məktəb bilikləri səviyyəsindədir. Bu bizim də biraz günahımız deyil, çünki təhsil proqramı bizim vaxtımızda elə qurulmuşdu ki, ancaq qrammatika öyrənirdik. Qammatikanı bilirdik, amma danışa bilmirdik. Yəni danışmaq cəsarəti yox idi bizdə. İndi bu yaxşı bir dövr gəlib, ingilis dili üstəliyib, hətta qərb yönümlü siyasətimizin bir nəticəsi olaraq da həm də bu dil aktuallaşıbdır. Amma yenə o mübahisələr qalır. Bu mübahisələrə münasibətiniz necədir dil mövzusunda? Bu mübahisələr çox vaxt, yəni mənim kimlər, yəni 3 dildə indi yazıb danışan az deyil bizdə. Daha doğrusu indi gənclər arasında rus dili getdikcə əhəmiyyətini itirir. Amma ki, deyək ki, bax 40 ilə 60-70 yaş arasında mütəxəssislər arasında 3 dillilər az deyil. Yəni 3 dildə rahat. Onlar da keçid dövrünü görüblər. Onlar da yəqin keçid dövrünü görüblər. Əlbəttə, indi biz belə olub ki, biz şeylər necə deyirlər, bizim hədəflər, orientirlərimiz başqa olub. Yəni bizim valideynlərimiz düşünüb ki, rus dilini yaxşı bilsə, onları da qınamalı deyil də. Biz yəni onları da elə öyrədiblər. Yəni ki, hətta mən yadımdadır, çox ailələrdə elə mənim deyək ki, dayılarımla 3 dayım var, deyək ki, onun biri Azərbaycan məktəbinə gəlib, sonra ikisi rus və anam da rus məktəbinə gəlib. Bu tərəfdən deməli bir bibim, bir əmim Azərbaycan məktəbinə gedib, sonra mənim atamla kiçik bibim rus. Yəni həmin o dövrə düşüb. Bildiniz, 30-cu, 40-cı, yəni rus dilinə getdikcə hamı məcbur olub. Mən məsələn belə məktəbdə oxumuşam ki, 175-ci məktəb, bu hərbi şəhərcilik tərəfdədir. Bizim elə müəllimələrimizin çoxusu zabit arvadları idi, xanımları idi. Rusiyadan, ya Ukraynadan, Belarusiyadan olan qadınlar idi. Sovet ordusunun əsgərlərinin sinifimizdə də uşaqlar çoxsu gördüm. Biri 2-ci sinifdə getdi sinifdən. 3-cü sinifdə bir başqası gəldi, çünki atası hərbiçidir. Bakıya köçürüblər. Ona görə biz belə mühitdə böyümüşük. Amma sonradan yəni belə məişətdə əlbəttə Azərbaycan dilində, nə bilim, bizi kitab da oxutdurublar, teatrda getmişik Azərbaycan dilində. Yəni yaxşı vurğuladınız, onu demək istirdim ki, yəqin ki, etirazlar məişətdə başqa dilin istifadə olunmasınadır. Ki, məişətdə ana dili qalmasıdır. Bizdə bu çox təbii keçdi, bu proses, yəni təzədən Azərbaycan dilini mükəmməl öyrənmək. Baxmayaraq ki, mən təhsilimi rus dilində almışam. Amma sonradan mən özlərimdə çox, mən kitablar da çox qoyub qabağıma bədii ədəbiyyatı öyrəndim. Sonra da dərs praktikası, auditoriyaya girirsən, Azərbaycanca danışırsan, yəni mən özüm üçün belə məqsəd qoyuram ki, bir rus sözü işlətməyim. Mən onu deyəcəkdim ki, mən sizin nitqinizdə bir dənə də rus sözünü əvəz edici kimi, yəni məişətdə istifadə elədiyimiz tez-tez hiss eləmirəm. Ona görə deyirəm ki, bu mövzuda çox yaxşı nümunəsiz. Sadəcə yəni bunu özün üçün bir dərd kimi yox. Sən buna köklənirsən, sən hətta ondan sonra həzz alırsan ki, öz dilində özü gözəl ifadə eləyə bilirsən. İndi də ingilis dilinə meyl artır, amma hələ ki mən hələ təhlükə görmürəm ki, biz yəni cəmiyyətdə sadəcə yaxşı
yaxşı ingilis dilini bilənlərin sayı artır. Təbliğat üçün çox gözəl istifadə edilir. Rus dili edirlər. get-gedə elə bil ki, itirir öz əhəmiyyətini. Yəni Getdikcə yəni bu saflaşır elə bil ki, bu hər yerdə indi Özbəkistanda da elədir. İndi Gürcüstanda bu çox belə qabarıq biz bunu görürük. Hələ bu yaxında yayda dincələndə biz gördük ki, artıq biz istəsək də ancaq yaşlı taksi sürücüləri bizi ilə rusca, başqaları ilə hələ ingiliscə danışırıq. Gürcüstanda bu daha əvvəlcədən başlamışdı bu etiraz forması. Bəli. Hətta biz Batumidə olanda bizə türkcə cavab verirdilər, amma rusca yox. Biz məhtəl qaldıq ki, yəni ki necə, yəni din baxımından da bir yaxındılar bir-birlərinə, keçmiş Sovet falan, amma türkcə danışmağı özlərinə qürurlarına sığdırırlar, amma rusca yox. Təbii ki, bu siyasi məsələlərdir. Amma dil mövzusuna elə belə toxunmadım. İndi bu yeni siyasi dünyada formalaşır. Turan, mən düşünürəm ki, xəyal deyil, gerçəyə çox yaxındır və ortaq dil, mədəniyyət dili. Sizcə, Türk ölkələri üçün? Mən deyim sizə, mənim xüsusi mövqeyim var, bilmirəm, mən düzdür, bu belə rəsmi dövr eləmir. Bu mənim şəxsi mövqeyimdir. Mən hesab eləyirəm ki, məsələn, o Türksoy təşkilatı var, bəlkə də onların, mən hətta onlara demişəm, onların rəhbərlərinə bu barədə düzdür, görür, bəlkə hələ vaxtı gəlməyib. Mən hesab eləyirəm ki, ən yaxşı həll bu məsələdə bilirsiniz nə ola bilər? Biz hansısa ortaq dil seçməyək, hərə öz dilində danışsın, amma başqa dillər haqqında onun təsəvvürü getdikcə artsın. Məsələn, bu mümkündür ki, biz bir özbəklə və yaxud bir qazaxla görüşürük, o öz dilində danışır. Ehtiyac yoxdur ki, mən onun dilinə keçim, amma mən onu başa düşüm və mən ona öz dilimdə cavab verim. Bunun üçün də nə lazımdır? Bunun üçün əslində gərək deyirəm, belə bir cəmiyyət ümumiləşdirən və dövlətlər arası bir hansısa qurum bu ilə məşğul olaydı, bəlkə də indi də gec deyil. Məsələn, bizdə məktəblərdə fakultativ olaraq könüllü qazax dili, Karakalpak dili, nə bilim, Uyğur dili kursları olsun. Ki, sən ən azından o səviyyəyə çatasan ki, sən durub indi qazax dilində biz indi necə danışırıqsa belə intervyu verməyəsən, amma sən bir qazax jurnalisti ilə o sən qazax dilində sual verəndə başa düşüb öz dilində cavab verin. Mən məsələn o səviyyədə, tutaq ki, mən sizə öz praktikamdan deyim, bir dəfə Polşada bir-iki dəfə olub. Mən polyak dilini məsələn belə yalan deyərəm, mən dediyim ki, mən polyak dilini bilirəm, amma anlayışım var. Yəni ki, mən onu qavrayıram. Sadəcə cavab verə bilmirəm. Və olub ki, mən məsələn həmin o muzey müsabiqəsində münsif rolunda mən Polşaya gələndə çoxsu əlbəttə ingilis dilini mükəmməl bilir. Mənim üçün o muzey ilə tanışlığı ekskursiya apardılar. Birində Torun şəhərində maraqlıdır, bilirsiniz, Torun Nikolaus Kopernik'in doğulduğu şəhərdir. Onun hətta evi də orada var. Kiçik bir şəhərdir. Torun həm də başqa bir şeylə məşhurdur ki, orada məşhur o pryanik, bilirsiniz, pernik deyirlər. Torunski pernik. O ədəvalı, deməli, belə bir pişmə bizim şəkər çörəyi kimi. O elə pryanik kimi qalsa yaxşıdır, çünki onun alternativi bizdə Azərbaycan mətbəxində yoxdur. Amma çox uşaqlar, mənim tələbələrim bəzən deyirsəm, pryanik bilmirlər nədir. Çünki məsələn bir şey var. Satışda da elə gedir adı səhv eləmirəmsə. Özdə sən demə, hətta bura gələn, Polşadan gələn pryanikların elə 99%-i Torun şəhərində istehsal olunur. Oradakı yerli muzey ilə tanış, həmin bu pryanik muzeyi ilə tanış olanda oranın müdiri gördüm ki, biraz daha yaşlı nəsildən idi, 50-dən yuxarı idi yaşı. Gördüm ki, o çətinlik çəkir ingiliscə danışma. Mən dedim ona ki, siz polyakça danışa bilərsiniz, mən başa düşəcəyim sizi. İndi görürəm, biraz qulaq verirəm, hərdən biraz çətin olur, amma başa düşürdüm. Bu Slavyan dil qrupuna aiddir, ona görə? Yox, ona görə yox, mən onun üzərində biraz işləmişəm. Yəni, hər bir rus dilini bilən polyakça anlamır. Amma mən bunun üzərində işləmişəm, oxuma qabiliyyətim var, sadəcə danışmaq mənim üçün çətindir. Və hətta bir yerə çatanda dedi ki, kşişonцы. Dedim, co to jest kşişonцы? Yəni, kşişonцы nədir? O söz mənə doğrudan da heç... Sonra mənə tərcümə elədilər ki, kristanosцы, yəni ki, səlib yürüşlərində iştirak edən bu cəngavərlər. Deməli, bu doğrudan nadir sözü idi deyə mən onu tutmadım və onu açıq-aşkar ondan soruşdum.
Bəlkə heç polyakların özü də onu çox yaxşı bilmirdi mən. Sonra bir dəfə də Varşavada bir konfrans idi. Mən də qulaqcığı taxmamışdım ki, biraz daha qulağım öyrəşsin polyak dilinə. Birdən mənə sual, şeydə özdə səhnədə idim. Birdən mənə polyak dilində sual verdilər. Biabırçılıq olardı ki, mən də deyirdim ki, mən başa düşmən elə belə oturmuşdum. Mən cavab verdim və hamı ingilis dilində. Amma hamı başa düşdü ki, mən o sualı başa düşmüşəm. Bax, bundan mən danışıram ki, nəyə görə mən məsələn belə çox həvəslə belə özbək dili kurslarına gedərdim ki, orada mənimlə danışsınlar. Mən məsələn şərt deyil ki, mən o səviyyədə öyrənim ki, mən eşitmək kifayət eləyir. Cahangir müəllim, sözünüzə qüvvət, çox gözəl izah verdiniz. Bu sualı da elə belə yaranmadı. Təxminən 2 gün qabaq YouTube kanalında belə bir kanal çıxdı qarşıma. Bu xarici kanal idi. Bizim türk dilli dövlətlərin nümayəndələrini seçiblər. İngilis dilində çox gözəl bilən Qazax, Türkmən, Qırğız, Azərbaycanlı və Türk, bəlkə də 5 xalqın nümayəndəsi var idi və onlara bir-bir deyirdilər ki, sən öz dilində bir fikir denən, cümlə denən, görək o birisilər başa düşürmür. 70-80% hamısı bir-birini başa düşürdü və özləri də şok keçirirdilər bunu. Çox gözəl YouTube kanaldır. Mən indi yadımda deyil deyə onu istəyərdim qeyd edeyim, izləyicilər də baxsın, amma mən orada Azərbaycanlı şərhləri də gördüm. Üzr istəyirəm, bir məqamı da qeyd edeyim. Orada xarici vətəndaşlar var idi şərh yazan. Çünki ingilis dilində aparılırdı bütün bu mövzu. Yazdılar ki, biz heç bilmirdik, biz türk dili öyrənirdik. Biz heç bilmirdik ki, biz türk dilini öyrənərək bütün bu dilləri başa düşə bilərik. Bu ölkələrə gedib başa düşə bilərik. Bəli, doğrudan da elədir. Biraz Qazax və Qırğız dilində məsələn gərək onu tutasan da ki, nədədir fərq? Məsələn, yazıcı, жазушы. Sən bilməlisən y-ın əvəzinə j, жазушы. Ləhcədə tələffüzdə fərq var. Onu ki, o prinsipi ki tutdun. Bəlkə də bir ay məşğul olsan, heç Qazax dili o qədər problem deyil. Əlbəttə, o dildə yazmaq, nə bilim, şeir yazmaq. Hələ ondan söhbət getmir təbii ki. Amma heç olmasa qavramaq üçün elə çətin deyil. Çox yaxşı təklif. Və mən sizə deyim ki, hətta bir misal gətirim. Bir dəfə Avropa Mədəniyyət Parlamenti belə bir qeyri-hökumət beynəlxalq qurumu var. Mən oranın üzvü idim neçə illər. Mən yadımdadır, bir dəfə bizim toplantıya Avropa parlamentinin sədri Jose Manuel Barroso gəlmişdi. Ya Avropa Komissiyasının. Sədri Jose Manuel Barroso, özü Portuqaliyalıdır. Onun da bir maraqlı fikir mənim beynimdə yatdı o sözdür. Dedi ki, biz deyir, əsl Avropalılar böyütmək üçün yeni nəsil nə etməliyik? Ki, bizim məktəblilər Avropanın hər bir yerində ən azından 3 dildə təhsil, yəni ki də 3 dili öyrənsinlər. Yəni sən ingilissənsə, fransız dildə bilməlisən, məsələn İspan dildə. İspansansa İtalyan və Alman dilini və hələliklə də tək ingilis dili deyil. Onda biz əsl Avropa düşüncəli və Avropa ki özünü geniş bir icmanın hissəsi hiss eləyən bir vətəndaş böyütmüş oluruq. Mən onda fikirləşdim, niyə biz türk dilli ölkələr arasında bunu eləmirik? Gözəl təklifdir. Hər öz dilində danışsın və çalışsın, bir-birini başa düşsün. O kifayətdir. Vallahi inanın ki. Başa düşmək də olur. Biraz Qarabağ mövzusuna istəyirəm toxunum. Bilirəm ki, Mədəniyyət Nazirliyi bu mövzuda çox, yəni belə deyim, Qarabağa qayıdış həm də mədəniyyətlə başladı. Hərbiçilərimizlə yanaşı. Qələbədən elə bir ay sonra ilk ora ayaq basan incəsənət nümayəndələri idi. Ondan da sonra Xarabul Bülbül festivalı, hətta hərbiçilərimiz belə o torpağa gedəndə, o torpaqdan qovuşmağa, işğaldan azad etməyə gedəndə mahnılarla gedirdilər. Sizcə mədəniyyət İstədiyimiz mövzularda məqsədə çatmaq üçün motivasiya ola bilirmi? Hər bir torpaq, hər qarışı deyək ki, bizim üçün müqəddəsdir. Bəli. Amma burada əlavə əlbəttə ki, güclü faktor mədəniyyət idi. Çünki biz bilirik ki, Qarabağ xüsusən də Şuşa şəhəri belə tarixi belə doğrudan da mən bilmirəm necə bu alınıb ki, kiçik bir yerdir də. İndi Şuşaya gedəndə görürük ki, belə böyük bir şey. Amma onun o mədəni konsentrasiyası çox böyük. Mən bunu öz ailəmizdən də bilirəm. Çünki mənim bir tərəfim, ana tərəfdən babam Şuşalıdır və demək olar ki, onlar bu erməni təcavüzünün ilk qurbanlarından idi. Çünki 1905-ci ildə məcburən köçmüşlər Qarabağdan. Babamın onda 10 yaşı vardı, amma mən onların evdə, babamın evində o ruhu mən hiss eləyirdim. Yəni ki,
biliyə, kitaba hörmət, çox dar bir şeydə də evdə yaşayırlar, amma orada kitab rəfləri, nə bilim, mürəkkəblə yazılan, nə bilim, qələm və mürəkkəb və s. şeir yazırdı. Sonra məsələn, tutaq ki, uşaqları oxutdururdu, muğam, hə, sən bu şöbədən oxu, sən bu... Yəni ki, bu şeyləri mən görmüşəm və onun qardaşı, yəni ki, bu mühiti və Qarabağda hər kəs, demək olar ki, ailələrin əksəriyyəti həmin bu mədəniyyətin daşıyıcıları idi. Ona görə də o qədər orada şair vardı, o qədər musiqiçi vardı. Musiqiçilər yaxşı dolanırdı orada, çünki yaxşı ona, deməli, hörmət... Dəyərini bilənlər var idi. Dəyərini bilənlər vardı, hə. Əl işləri, bilirik ki, qadınlar çox gözəl və s. Savad vardı. Hətta, məsələn, biz bilirik ki, indi əlbəttə ancaq zadəgan və varlı ailələr, məsələn, fransız dili müəllimləri tuturdular. Ərəb dilini çox yaxşı bilənlər vardı, fars poeziyasını və s. Yəni, bunlar Qarabağ doğrudan da belə elə bil ki, çox bir konsentratı idi. Yəni, məhlul, belə çox belə... Qarabağın dili mədəniyyətdir, sanki, ünsiyyət vasitəsi. Bəli, indi görün, məsələ nədir? Bu gün mən eşitdim, mənə doğrudan təcrübli gəldi, amma görün nədir ki, bizim indi Qarabağ Universitetində İncəsənət şöbəsi, musiqi şöbəsi var. Bilmirəm, rəqəmlər yalan doğru, yəni özüm yoxlamamışam, amma deyirlər ki, Bakıda Milli Konservatoriyaya cəmi 7 nəfər tarçalan daxil olub. Qarabağ Universitetinin musiqi bölümünə 21 nəfər. Biz deyirdik ki, Qarabağ Şuşa Azərbaycan musiqisinin konservatoriyası, adı indi doğrudan da gəldi oldu belə də. Bəli. Və çox bizim güclü musiqiçilərimiz, fəxrimiz olanlar çoxları indi hatta. Məsələn, tutaq ki, musiqi bölümünün dekanı Amerika təhsili, özü doktorantura bitirmiş bir bəstəkar Türkər Qasımzadə. Cavandır, amma ki, məsələn, o da belə düşünülmüşlər, qəbul elədi bu dəvəti, getdi ora və s. Onun bir çoxları, Arslan Növrəsli, tar müəllimi və s. hamısının indi adını çəkmirəm. Hətta işdim Kamran Kərimov, bizim ən məşhur nağara ustamız gedib ora. Nə bilim, Ələkbər. Yəni, bu özü sevindirir. Sonra, məsələn, mən sizə deyim ki, bizdə indi müzakirələr gedir, bilmirəm, indi hələ yəni rəsmi bunu elan biz eləyə bilərik. Xankəndidə teatr. Və o teatrı yeni formatda, yəni ki, repertuar teatrı yox, prodüser teatrı. Yəni ki, hər tamaşaya aktyorlar yığılır, bir dövr işləyirlər, sonra başqaları. Yəni, başqa tamaşa üçün kimlərsə. Yəni ki, bu əsasla biz yeni və hətta deyim sizə ki, ümumiyyətlə mədəniyyət sahəsində, mədəniyyətin idarə olunması sahəsində bütün yenilikləri biz məhz Qarabağda. İndi çünki orada çox şeyləri biz yenidən, sıfırdan qurmalı oluruq deyə. Ona görə bu idarə etmədə də yenilikləri, eksperimentləri biz məhz orada nəzərdə tuturuq Mədəniyyət Nazirliyi olaraq. Bəli, yəni Mədəniyyət Nazirliyi bu dövrü, qayıdış dövrünü demək olar ki, bütün silahlanmış şəkildə, mədəni cəhətdən silahlanmış şəkildə keçirdi. Yəni, bu bizim mənəvi borcumuzdur, bunu eləməliyik hamı.